Hamınızı salamlar dostlar, mən Qasım Hüseyin. Bu günlər sizlərlə birlikdə ən yaxşı 23 yaşdan aşağı futbolçular və ən yaxşı 33 yaşdan yuxarı futbolçuları qapışdıracağıq. Gəlin o zaman tez bir şəkildə sizə komandalar göstərim. Bu arada uşaqlar, zəhmət olmasa bu videoya like atıb kanalıma da abunə olmağı unutmayın. Sizi çox sevirəm və çalışacağım ki, hər gün sizə belə videoların davamını gətirim və sizə hər gün video atım. O zaman birinci gənc komandamızın kadrosuna baxaq. Qapıda Şövalye, müdafiə William Paça, Yaşqa Guardiol. Burada bir sıkıntı. İkisi də sol ayaqlıdır. Sağ bəkdə Conor Bradley. Burada Bradley'dən başqa çox da güclü bir sağ bək olmadığı üçün Bradley'ni qoydum. Axırıncı oyunda Real Madrid Liverpool oyununda Vinicius'u yemişdi Bradley. Nuno Mendes sol bəkimizdə. Pedro yarım müdafiəsi çox güclüdür bu komandanın. Çox güclüdür. Pedri yarım müdafiədə oynayacaq. Ofansif orta sahada, daha doğrusu orta sahada Pedri, ofansif orta sahada Cole Palmer və ikinci orta sahada da Jude Bellingham. Hücum xəttində sağ qanatda Lamine Yamal, sol qanatda Nico Williams, hal-hazırda ən yaxşı sol kanatdır. 23 yaşdan aşağı. Yəni Desire Doué də var, amma overall Nico Williams'ın daha çoxdur. Ona görə onu əlavə elədim. Və santrforda da Hugo Ekitike. Liverpool'un gənc santrforu. Zamirlərə baxaq. Trubin qapıcı. Calaflori müdafiə zamirimiz. Alejandro Balde. Burada Balde'ni oynatmaq istəyirəm, amma orada Nuno Mendes var. Balde'ni onda bir sağ bəkdə istifadə edək. Conor Bradley yerinə. Yəni yaxşı belədir məncə. Balde'ni oynatmaq da yaxşıdır. O zaman Bradley sahaya düşdü. Heç olmaz. Dean Hojren müdafiədə çox güclüdür. Sağ ayaqlıdır, amma dediyim kimi, yəni William Paço'dan və Yaşqa Guardiol'dan overall azdır. Ona görə Dean Hojren'i oynada bilmirik. Jamal Musiala ofansif orta saha zamiri. Arda Güler yarım müdafiə zamiri. Bukayo Saka da həm Hugo Ekitike həm də Nico Williams'ın ya da ki yəni bir sözlə hücum xəttini zamir edik. Musiala'nın da hücum xətti zamir eləmək olar. Amma heç nə. Bu bizim gənc komandamızdır. Gəlin o zaman qoca komandaya baxaq və gənc komandanın təbii ki də Chelsea'nin üzərinə yazdıq. Manchester City diziliş. Burada da ki bizim qoca futbolçularımızdır. Yəni 33 yaşdan yuxarı futbolçularımızdır. Qapıda Thibaut Courtois, müdafiədə Rüdiger, yanında Van Dijk, sağ bəkdə Carvajal. Buranın da sol beki biraz pisdir. Çünki Filip Kostic'dən başqa heç kim yoxdur sol bəkdə. Filip Kostic, yarım müdafiə Kante, ofansif orta sahada Messi'ni istifadə edəcəyik. Və o birisi mərkəz orta sahada da De Bruyne. Məhəmməd Salah sağ qanatda, Son Heung-min sol qanatda və santrforda da Cristiano Ronaldo. Bu da bizim qoca komandamızın ilk 11'i, yəni əsas heyəti. İndi keçək qoca komandanın zaminlərinə baxaq. Alisson zamində. Burada Alisson mu, Thibaut Courtois mı oynasın qərarına gəldim, amma sonra qərara gəldim ki, məncə Thibaut Courtois hal-hazırda Alissondan daha formdadır. Ona görə Thibaut Courtois'ı oynatmağı seçdim. Inigo Martinez müdafiə zamini. Tripper. Bax, burada bir dənə Tripper var. Oynaya bilər Filip Kostic'in yerinə, amma Filip Kostic hal-hazırda ondan daha yaxşıdır. Granit Xhaka yarım müdafiə zamini. Luka Modric yarım müdafiə zamini. Modric'in 40 yaşı var, ona görə onu əsas heyətə salmadım. Və Sadio Mane kanat zamini. Benzema santrfor zamini və Sommer. Sommer'dəki ikinci qapıcı zamini. Daha doğrusu üçüncü qapıcı zamini. 3 tane qapısı var bu komandada. Kapitan burada Van Dijk da orada şimdi Jude Bellingham idi. O zaman sözü çox uzatmayaq. Keçək maça. Yəni maçından özüm oynamayacağım. Sadəcə izləyəcəm və şərhçilik edəcəm və görəcəyik ki, kim qazanacaq. Videomuz bir etapdan oluşacaq. Yəni digər kanallarda video etabı 2 etap olur. Lakin hal-hazırda video çəkmək üçün vaxtım çox azdır. Sırf sizin üçün sizə video paylaşıb biləm deyə tez bir şəkildə sizə video çəkəcəm. Yoxsa 2 etap eləyəcəkdim mən də. Liga mərhələsi də olacaqdı. Lakin ona görə vaxtım olmadığı üçün sizlərə bir etaplıq olacaq, amma hansısa video 15 dəqiqə falan çəkər.
Keçək, göstərim maçı. Baxın, burada deyirsiniz ki, nətər biz buraxa bilərik ki, oyunun özü oynasın. Baxın, burada oy, bir dəqiqə, ekran fırlandı. Burada gəldisə bu ekrana, oyuncu ayarları ekrana. Bax, məsəl üçün, bax, burada göstərim maçı, oyuncu ayarları. Burada bax, bu adam, bura var, kontrol cihazlarını aratın veya oyun içi göstərgəyə ayarlarını seçin. Depresman eləsək, depresmanda olan komanda olacaq. Buna bassaq, oyun özü oynayacaq. İç saha isə iç sahada olan komandadır. Və biz ortaya basırıq və oyun özü oynayacaq. Yapılan değişiklikler, evet. Burada birinci Chelsea, ikinci kulüp ise Manchester City. Formalar, bırak nətər olsun. Belə olsun da formalar. Maç süresi 10 dəqiqə olsun. Doya izləyək. Otomatik seçilmiş kadro yok. İlk 11 otomatik olarak bildiğim kapalı. Yani benim kurduğum komandanın olsun. Yani benim kurduğum əsas heyətin olsun. İndi bizə əsas heyəti göstərəcəklər, hansısa komandanın əsas heyətini göstərirlər. Bizə qoca komandanın əsas heyətini göstərdilər və bəli, mənim qoyduğum kimidir. Santiago Bernabéu'dadır bu oyun. Yani heç bir komanda öz evində deyil. Və izləyək oyunu. Maç başladı. Cole Palmer oturdu Pedri'ye. Genç takım gəlməyə çalışır. Cole Palmer topu itirdi burada. Messi verdi. Cristiano Ronaldo. Cristiano. Alejandro Balde icazə vermədi. Pressing edir. Yoxun press edir burada. Qoca komanda. Bir dəqiqə. Oyunun bir dənə ayarını düzəldim. Bu səsi alım. Çünki səs alanda həm telefon donur. Səs almayanda telefon donur. Həm də ki belə eləyək bunu. Həm də ki mənim səsimi rahat eşidəsiniz. İndi Nico Williams, amma N'Golo Kante icazə vermədi burada ona. İndi hətta bir damcı verim səsini. Bir damcı verim. Biraz olsun işlə biraz. Ses ayarları. Belə yaxşıdır. İndi Jude Bellingham ötürdü. Cole Palmer verdi. Topu Van Dijk oradadır. İndi Kevin De Bruyne tez çıxmağa çalışacaq. Qoza komanda Məhəmməd Salah ilə. Məhəmməd Salah Yoşka Gvardiolu keçə bilmədi. Gvardiol. Yoşka Gvardiol verdi. Jude Bellingham. Genç komandanın kapitanı Bellingham verdi. Cole Palmer, Rudiger. İndi Messi, Lionel Messi, Cristiano Ronaldo keçəmədi William Patsonu. Necə oldu bu? William Patsonu keçəmədi. İndi Cole Palmer sürətli gəlir burada. Van Dijk qaydanı pozdu. Biraz da verim səsi. Sistem ayarları. Ses ayarları. Belə. İndi Cole Palmer sərbəst vuruşu verdi. Nuno Mendes işlədi. Yox, Lamine Yamal'dadır. Lamine Yamal verdi. Alejandro Balde. İçəri oynadı. N'Golo Kante oradadır. N'Golo Kante'nin oturması. Son Heung-min. Pedri aldı topu Pedri. İndi Alejandro Balde. Genç komanda paslaşır. Pedri verdi. Pedri verdi. Cole Palmer. O da verdi Jude Bellingham içeride aşçı. Burada iletişim yok idi. İndi aldı topu Son Heung-min. Verdi topu De Bruyne'ye. Dani Carvajal Rudiger'de top Rudiger burada sava yol verdi. Cole Palmer aldı ama yine Rudiger götürdü topu. Top indi Dani Carvajal'dadır. Dani Carvajal ötürdü. Lionel Messi verdi. N'Golo Kante. N'Golo Kante möhtəşəm keçdi, 2 rəqibini duraqsadı, biraz oturdu. Lionel Messi sol ayağı təhlükəli dolu. Messi vurdu. Blok. N'Golo Kante. Offside var mı burada? Yok idi offside. N'Golo Kante verdi, Messi alınmadı o ikinci episodda. Orada offside var diye ben şüphelendim. İndi arkaya oturma Cole Palmer alanmadı. İndi top Messi'de. Lionel Messi sağ kanatta Məhəmməd Salah'a doğru bir ötürmə. Nuno Mendes kornere doğru ve korner. Qoza komanda korner vuracaq. Topun başında Lionel Messi. Buranı ayarlamamış. Messi verdi. Cristiano Ronaldo. Messi'nin pasını gola çevirdi. Möhtəşəm bir kəllə qolu.
Messi möhtəşəm açdı. Ronaldo möhtəşəm vurdu. Oy 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 oy. Qoca komanda öne keçdi. 1-0. Qoca komanda 1-0 öne keçdi. İndi görəcək komanda nə edəcək? William Pacho. Ötürməsi Alejandro Balde. Balde'den yanlış oturma, Messi verdi. Son Heung-min alınmadı. Balde geldi götürdü topu yine. Balde'nin oturması Cole Palmer'a doğru. Jude Bellingham, Cole Palmer. Sağda, solda Nico Williams boştu. Cole Palmer yine Van Dijk pozdu. Yine Van Dijk qaydaları pozdu. İndi topun başında Pedri verdi. Cole Palmer. Top bayırda. Cole Palmer. Yaxşı kəllə zərbəsi vura bilmədi. Qeyri dəqiq oldu bu. İndi topa indirdilər. İndi Messi verdi. Jude Bellingham. İndi Hugo Ekitike verdi. Nico Williams. Sol taraftan Nico Williams oturması möhtəşəm. Jude Bellingham alınmadı. Kevin De Bruyne indi hızlı kontra-ataka çıxacaq. Qoca komanda Kevin De Bruyne oturdu. Mohamed Salah. Möhtəşəm gördü N'Golo Kante'ni. N'Golo Kante götürdü topu. Kante cərimə meydançasında. İçəri pası. Blok koydu genç komanda. İndi Hugo Ekitike kontra-ataka çıxacaq genç komanda. Cole Palmer itirdi topu. Ronaldo verdi. Son Heung-min çatabilir mi ona? Çatanmadı. Son Heung-min çatanmadı. İndi ötürmə. Pedri. Topu yine itirdiler. Çok səhvli oynayır genç komanda. Son verdi. N'Golo Kante. Kante bıraktı Mohamed Salah. Ronaldo başıydı Mohamed Salah. Bir başa zərbə. Möhtəşəm zərbə idi bu. Ronaldo burada aslında boşta kaldı. Bakın. Verə bilərdi ama bir başa kapıya zərbə. Direğin yanından çıxdı top bayrağı. Sonra indi genç komanda 32. dəqiqədir. Geri dönər biləcəkmi? İndi Cole Palmer çok saxlayırsan ayağında. Verdi Hugo Ekitike ara oynayır son axı. Nico Williams içərilədi amma orada Van Dijk oradaydı. İndi Nuno Mendes möhtəşəm pas olmadı. Thibaut Courtois götürdü topu eline. İndi Ronaldo indirebildi ama Messi'ye gelmedi top. N'Golo Kante verdi. Lionel Messi bıraktı Ronaldo. Topu aldılar indi. Mehmet Salah verdi. Ronaldo. Son Heung-min. Son sol taraftadır. Son içerilerde. Son dakikada. Jude Bellingham orada çok büyük bir səhv elədi. Ama top genç komandada kaldı. İndi genç komanda Pedri ile gəlməyi düşünür. Pedri arkaya oynadı. William Pacho. Ötürmə Jude Bellingham gördü orada Nico Williams'ı. Nico Williams ötürməsi Van Dijk. İcazə vermir Van Dijk. İndi Kevin De Bruyne ötürdü son Heung-min. Qarşı bomboşdu sonun. Sonun qabağı bomboşdu. Son Heung-min çəkdi topu. Son vurdu. Son Heung-min. Qoca komanda ilk yarını 2-0 hesabıyla bağlayacaq deyəsən. Son geldi burada. Qapıcı Şövalye çaşbaş kaldı. Bakın izleyin bu episodu. Son geldi. Son hamı çaştırdı. Bakın hamı içeri atacaq diye düşündü burada. Ronaldo boş idi ki. Lakin bir başa qapıya zərbə və qolla nəticələnir bu zərbə. İndi Cole Palmer arkaya oturdu. William Pacho. Kevin De Bruyne. Kevin De Bruyne neydi? Alejandro Balde. Ötürməsi Lamine Yamal. O da verdi Cole Palmer. O da bıraktı out'a. İndi son Heung-min. Son Heung-min'e verdiler. Son Heung-min ötürdü. Messi. Orada sağa çevirdi oyunu Dani Carvajal. Mohamed Salah. N'Golo Kante arkadan möhtəşəm darbe ama olmadı. Kante möhtəşəm keçdi içləri birindən. İndi Messi içəri atacaq. Messi içəri atmasında qol nəticələnmişdi. Qoca takım. İndi Ronaldo
çərçivə zərbəsi. Ronaldo yox idi, Məhəmməd Salah. Möhtəşəm çərçivəyə qalxdı, lakin olmadı. Qapıçı Şövalye yerində idi. İlk hissə bitdi. Bir də tez bir şəkildə danışığımı eləyəcəm. Məncə, baxın, mənə elə gəlir ki, gənc komanda paslaşmalıdır. Paslaşmırlar, topu ayaqlarında tutulur və qoca komanda pres nəticəsində topu alır. Bunu eləmək olmaz uşaqlar. Baxın, mən heç bir komanda tutmuram. Nə gənc komanda tuturam, nə də qoca komanda. Amma istəyirəm ki, gənc komanda da 2 qol vursun və oyun uzatmalara və yaxud da penallaşmaya falan geçsin. Yəni oyun maraqlı olsun oyun, belə deyək. Görək, ikinci hissəyə keçdik. Cristiano Ronaldo başladı. Messi verdi Rüdiger'e. Rüdiger, Van Dijk, Filip Kostic. Arkaya Rüdiger'i gördü. Rüdiger aldı verdi Dani Carvajal. Dani Carvajal karşısında Kante boştu. Tam da Kante'ye doğru oturma ama olmadı. Cole Palmer. İndi Cole Palmer edemedi istediği pası. Ama pres nəticəsində yaşlı Guardiola aldı. Lamine Yamal verdi Van Dijk. Yine icazə vermədi Van Dijk. İndi əks hücum çıxanmadılar. İndi Hugo Ekitike icazə vermir Rüdiger. Rüdiger dərin oyun qurmağa çalışacaq Rüdiger. Məhəmməd Salahı gördü. Məhəmməd Salah Rüdiger'e geri döndü. Rüdiger aşırtma pası vermeyi düşündü ama Şövalye'nin eline kadar geldi. Sattı bu top. İndi top geldi. İndi hızlı kontrataka çıktı. Hugo Ekitike ile Hugo Ekitike de verdi. Lamine Yamal çatabileceğim ona. Çatanmadı Lamine Yamal. İndi Jude Bellingham Yamal'a verdi. Yamal, Lamine Yamal olmadı. Nuno Mendes geldi top. Nuno Mendes içeri attı. Top Bukayo Saka'da. Bukayo Saka oyuna girip. Bukayo Saka oyuna girip. Bir dakika kimin yerine girip Bukayo Saka? Bilmem. Bukayo Saka da girip oyuna. İkinci sırada Bukayo Saka değişikliği. Diziliş ayarları. Lamine Yamal'ı sol kanada atıp Bukayo Saka'nı sağ kanada atıblar. Oyundan çıxardılar da Nico Williams'ı. Məncə məntiqli fikirdir. Yəni çünki Nico Williams heç bir şey eləyənmədi oyunda. Yaxşı fikirdir. Yaxşı eləyiblər bunu. İndi təzən düzəldək oyuncu ayarlarından bunun. Bəli, yapdım. Və indi Thibaut Courtois başladı Courtois. Verdi Rüdiger'e. Rüdiger. Van Dijk. Oturması Filip Kostic. O da verdi. N'Golo Kante oturması Məhəmməd Salah. Məhəmməd Salah içeri oturdu. Olmadı. İcazə vermir burada. Yoshka Guardiola. İndi Hugo Ekitike oturması offside. Bir de guard offside var orada. Terma. Van Dijk. Oturması Məhəmməd Salah. Boşlarda Ronaldo. Cristiano Ronaldo girdi sağ kanata. Ronaldo oturması Dani Carvajal içəridədir. Burada başla vura bilmədilər heç kim. İndi tez ataka çıxa bilər gənc komanda. Bukayo Saka keçə bilərsən sən onları. Yox, Pedri neyirsən axı? Valla belə səhvlər etmək olmaz. Alejandro Balde son mu? Son geçti Balde'ni. Son gelir. Son. Heung-min Şövalye. Bu sefer aldanmadı. Şövalye. İndi Bukayo Saka'ya doğru oturmaya. Saka süratli geçebilir onları. Saka. Nerede oldu? Saka süratiyle geçti. Saka. Courtois. Saka. Gol mu? Ne oldu orada? Ne oldu burada çağırma? Burada Courtois'a kelle zərbəsi olub. Courtois. İndi gənc komanda gəlir. Hugo Jamal Musiala aldılar oyuna. Bir dəqiqə. Bundan niyə gəlmirlər? Niyə göstərmirlər yuxarıdan? Jamal Musiala kimi yeni aldılar. Jamal Musiala gördüm ben. Hugo Ekitike yerine Jamal Musiala. What? Niyə görə belə bir hərəkət ediblər? Çox yanlış bir hərəkət ediblər. Nəysə, gözlə. Dizi şairləri nə idi?
Oyuncu ayaqları. Nə acaba? Hugo etikete niyə görə? Hugo etikete yəni pis oynamadı. Son Heung-min indi. Son Heung-min. Ötürdü, Ronaldo bıraktı. Luka Modric de oynadı. Modric. Şövalye. Daha doğrusu top bayırda tutmuş Şövalye. Şimdi Jude Bellingham. Nuno Mendes. Bellingham. Lamine Yamal. Çeşitli rakibi de Yamal. Ötürməməliydi. Burada ötürmə verməməliydi. Luka Modric 40 yaşında adam. Ne edir? Şimdi Alejandro Balde mi Ronaldo mu? Ronaldo. Son Heung-min. Şimdi William Pacho verdi. Cole Palmer mı Van Dijk mı? Cole Palmer kazandı bunu. Cole Palmer verdi. Bukayo Saka verdi. Cole Palmer. Nuno Mendes. Jude Bellingham gördü burada Bukayo Saka satanmadı. Bukayo Saka. İndi Trippier ve Benzema dəyişiklikləri yaşayın. Trippier şeyin əvəzinə girdi oyuna. Filip Kostic'in. Qoza takımından indi Bukayo Saka. Verebilir Cole Palmer'a. Lamine Yamal'a verdi. Yamal. Bıraktı Musiala'ya. Musiala Courtois. Dönen top. Yamal. Lamine Yamal. Dönme için attı bu golü Lamine Yamal. Muhteşem bir gol. Thibaut Courtois burada save etti. Dönen top Lamine Yamal. Muhteşem bir gol. Görək buradan dönmək var mı Chelsea takımından? İndi N'Golo Kante. Oturması Mehmet Salah. Nuno Mendes icazə vermədi. Luka Modric neydi? Cole Palmer'dan indi top. Cole Palmer. Keçdi rəqibini Cole Palmer ama bu sefer top Lamine Yamal'da. N'Golo Kante'ni kesemedi. Yamal. Şimdi Musiala aldı topu Musiala. Jamal Musiala. Pedri. Keçdi Modric'i. Pedri Courtois. Özü xəttə saxladı topu Courtois. Neler edir bu oyun Courtois. İndi Ronaldo. Muhteşem ötürmə Courtois'dan ama William Pacho oradadır. İndi Calafiori Nuno Mendes beni. Belə isimler çıxardıb dəyişmək lazım değil ya qardaş. Yarım müdafiədən dəyişiklik edin. Pedri'ni çıxardın oyundan məsəl üçün. Cristiano Ronaldo. Dayandı, vaxt öldürür Ronaldo. Ay səni Ronaldo. Inigo Martinez, Dani Carvajal dəyişikliyi. İndi Modric. Bu etmə olmaz əslində. Abi bu etmə olmaz, vaxt öldürürlər o futbolçular. Cristiano Ronaldo. İçərilədi Ronaldo. İcazə verilmədi ki oyun bitəcək burada. Yox, Ronaldo aldı topu. Ronaldo. Cole Palmer. Yəni bitirəcək Haşim. Pedri. Jamal Musiala. Haydi Musiala son dəqiqələr. Yamal. Lamine Yamal bıraktı. Jamal Musiala mı? Trippier. Pres edilməsində vura bilərlər Chelsea takım. Ki bunu da oldu. Cole Palmer. Ötürmə. Bukayo Saka niyə inirsən? Vaxt öldürmək vaxtı deyil. Musiala olmadı. Top De Bruyne ve bitti oyun ve 2-1. Koca komanda. Cavan komandanı yediler 2-1. Muhteşem bir oyunuydu bu. Ronaldo, Messi. Bak şöyle maçta adam kimdi? Maçta adamlar kimdi? Maçta adamı Lionel Messi'di. Messi burada muhteşem bir asist verdi.
Həqiqətən möhtəşəm bir asist verdi. Və son Ronaldo əslində qol möhtəşəm atdı, amma 6 nöqtə oynayıb. Gənc komanda ümumiyyətlə zəif oynadılar. Sonradan oyuna girənlər, mən Musiala orada Bukayo Saka son dəqiqədə topu ayağında elə saxlamasaydı, mən sənə deyirəm, orada vurardı bir dənə gənc komanda. Keçək üst menüyə. Orada bir dənə son danışığımı da edeyim və videomu bitirək. Bəli dostlar, bu oyunun qazananı qoca komanda oldu. Xahiş edirəm sizdən. Bu qədər əməyimi, yəni bu qədər, yəni mənim vaxtım yoxdur. Mən sizə bir tər video çıxardıram, bir tər video çəkirəm hal-hazırda. İndi bir dəqiqə gedirəm mən. Yəni siz mənə dəstək olun, mən xahiş edirəm. Ən azından bu videoya bir 10 like gəlsə, çox yaxşı olar, çox sevinərəm. Belə videoların devamını gəlməyini istəyirsinizsə və yaxud da Reblit fikirləri və yaxud da challenge fikirləri istəyirsinizsə, hamısını yorumlarda gəlin toplaşaq və yazaq. Hansı challenge fikri istəyirsiniz, hansı Reblit fikri istəyirsiniz və yaxud da başqa bir şey istəyirsinizsə, nə istəyirsinizsə hamısını YouTube'da da edək, hamısını yorumlarda yazın, hamısını yorumlarda belirtək. Xahiş edirəm. Bax, sizdən artıq da xahiş edirəm. Videoma like atın. Kanalıma da abunə olmayı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.